İnsan kime aşık olur? Özünde olmayan, çözmediği, həll edə bilmədiyi nə varsa ona aşık olur. Dünənə qədər neyin acılığını çəkmişdisə, neyin yoxsuluydisa, bugün onları tamamlaya biləcək birini axtarır və bütün bu boşluqları o birinin doldura biləcəyinə inanır. Sonra nə baş verir bilirsən? Özünün axtardığı, özündə olmayan o duyğuları aşık olub özü verməyə başlayır. Sədaqətə ehtiyacı var idisə özü sadiq olur. Gücə ehtiyacı var idisə özü arxa çıxır. Sevgiyə ehtiyacı var idisə özü daha çox sevir. İnsan özünün ac olduğu yerdən başqasının tox olacağına inanmaz. Özünün ac olduğu duyğunu başqasına vermək nə böyük gücdür. Təsəvvür edirsən. Və bu aşk içində əksik qaldıqca daha da çox verir. Kısaca aşık neyin yoxsuludursa onun zəngininə çevrilir. Və zamanla daha çox verdikcə özü ədalət tərəzisində ağır gəlməyə başlayır. Və görür ki, əvəzində axtardığı heç nəyi ala bilmir. Buna görə aşk nankördür. İnsan özünün yarım qaldıqlarını tamamlaya bilmək üçün aşık olur. Amma bunları almaq yerinə gözündə böyütdüyü o duyğuları verməyə çalışdıqca aşık olan heç vaxt tamamlanmır. Sadəcə üzülür.